Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefkahu kavli. Allahumma allimna ma yanfa'una ve enfa'na bima allamtana ve zidna ilme ve ba'd. Əziz qardaşlar, Şeyx İbn Hüseynin Ramazan məclisləri kitabının tədrisinə davam edirik. Və Şeyx 9-cu məclisdə deyir ki, bilin ki, Allah Azze və Cəllənin hər bir şeydə hökmü də, hikməti də tamdır. Allah Azze və Cəllə istər yaratdıqlarında, istər şəriət buyruqlarında hikmət sahibidir. Allah Azze və Cəllənin heç nəyi boş-boşuna Allah Azze və Cəllə heç nəyi boş-boşuna yaratmayıb və heç nəyi də boş-boşuna, başlı başına buraxmayıb. Bütün şəriətləri, göndərdiyi bütün şəriətlərin hər biri nədir? Bir hikməti vardır. Allah Azze və Cəllə yəni buyurduğu ibadətlərin, qullarına əmr etdiyi ibadətlərin hamısı böyük hikmətlər daşıyır. Yəni, istər onu biz bilək, istər bilməyək. Yəni, bizim o hikmətləri bilməməmiz, Allah Azze və Cəllənin bizlərə farz etdiyi ibadətlərdə olan hikmətləri bilməməmiz, o demək deyil ki, Allah Azze və Cəllə onu hikmətsiz şəkildə yaradıb. Xeyr, bu bizim məsələdə cahilliyimizdən xəbər verir. Və Allah Azze və Cəllənin ibadətlərdə hikmətsiz yaratmağından xəbər vermir. Allah Azze və Cəllə buyurur ki, yəni, çünki bizə az bir elm verilir və biz Allah Azze və Cəllənin bu məsələdə hikmətini dərk etməyə qadir deyilik. Necə kitabda buyurur ki, وَمَا اُوْتِيْتُمْ مِنَ الْعِلْمِ İllə qalilə, sizə elmdən çox az bir şey verilmişdir. Və Allah Azze və Cəllə qullarına ibadətləri buyuraraq və eyni zamanda onu qullarına fərz edərək, bununla qullarını birinci imtihan edir. Öz yaratdığına ki, Allah Azze və Cəllə baxsın, hansı qul öz Rəbbinə həqiqi qulluq edir, kim Rəbbinə qulluq edir, kim öz nəfsinə, öz havasına qulluq edir. Kim ki Allah Azze və Cəllənin bütün buyurduğu şəriətləri qəbul edərsə, geniş qəlblə qəbul edərsə və qəlbi rahat olarsa, o əmrlərə, qadağalara boyun əyərsə və bundan razı qalarsa, o deməli Rəbbinə qulluq edənlərdəndir. Amma kimsə bunlara tabi olmazsa, ibadətləri qəbul etmir, bu nizamı sendirə bilmir, yalnız rəğbətinin, nəfsinin uyğun gələnlərini qəbul edirsə, deməli o Allahın qulu deyil, nəfsinin quludur. Və Allah Azze və Cəllənin ibadətlərdə olan hikmətlərindən biri də ki, ibadətləri müxtəlif etmişdir. Müxtəlif ibadətlər qullarına fərz etmişdir. Niyə görə? Baxsın qullarından kim bunu qəbul edir, razı qalır, kim həqiqi iman gətirir, kim gətirmir. Və insanlarda eləsi var ki, ibadətlərin yalnız bir növündən razıdır. Digər növünə, o ibadətin bir növünü qəbul edir, ondan razı qalır. Digər növlərdə isə neyinir? Səhlənkarlıq edir və ona qarşı qəlbində ikrah hissi oyanır. Biz bilirik ki, ibadətlərdən eləsi var, sırf bədənə aid olan insanın bədən üzvlərinə etdiyi ibadətdir. Məsələn, namaz kimi. Elə ibadətlər var ki, yəni insanın yalnız mal dövlətinə bağlı olan ibadətlərdir. Məsələn, zəkat kimi. Elə ibadət var ki, insanın həm malı ilə canının ikisini bir arada cəm edən ibadətdir. O da həc ibadətidir. Və elə ibadətlər də var ki, yəni insanın nəfsinin bəzi sevdiyi şeylərdən mane olmaqla bağlı olan ibadətdir. Oruc kimi. Müxtəlif ibadətlərdir. Adam var ki, məsələn, namazı sevir. Baxırsan ki, fərzlərində qılır, sünnətlərində qılır, nafilələrində qılır. Lakin zəkata gəldikdə baxırsan ki, insanın halı dəyişir. Tanınmaz bir hala düşür. Çünki qəlbinin mala bağlılığı artıq burada bu imtihandan keçə bilmir. Başqa birisi zəkatını verir, lakin namaz qılmır. Bədənini əziyyətə salmaq istəmir. Və yaxud namaz qılır, zəkat verir, lakin deyir, mən yeməkdən, içməkdən ayrı qala bilmərəm. Nəfsini o şəhvətlərdən, dünya istəklərindən uzaq tuta bilmir. Nədir? Oruç tutmur. Qadir olduğu halda səhlənkarlıq edir. Bu imtihanlardan keçməyən insanlardır. Həqiqi mömin Allah fərq etməz. Hansı növdən olursa olsun, bütün ibadətləri haqqı ilə qəbul edib, ona əmin edib, bu ibadətlərdən razı qalan quldur.
Və bunu edərsə, onun ubudiyyətinin, onun qulluğunun kamilliyindən bu xəbər verir. Əgər biz bunu biliriksə, o zaman bilməmiz lazım ki, Allah Azza və Cəllə şək yoxdur ki, oruçda da hikmətlər buyurmuşdur ki, Allah Azza və Cəllənin farz etdiyi oruçda da hikmətlər vardır. Və hikmətlərdən bizə bəlli olanı da var, elə hikmətlər var bizə bəlli deyil. Və bu hikmətlər tələb edir ki, bu İslamın, oruç tutmaq İslamın şüarlarından, İslam dininin dayaqlarından olsun. Və Allah Azza və Cəllənin oruçda etdiyi hikmətlərdən biri odur ki, Allah Azza və Cəlləyə qulu yaxınlaşdıran bir ibadətdir. Qul sevdiyi şeylərə, şəhvət duyduğu şeylərdən, istər yemək olsun, istər içmək olsun, istər evlilik məsələləri olsun, bu kimi şeylərdən tərk etməklə Allah Azza və Cəlləyə yaxınlaşır. Və bu da onun imanının sadiqliyindən xəbər verir. Sən birini sevirsən. O sevdiyini tərk etmək istəmirsən. Nə vaxt tərk edə bilərsən? Bir halda tərk edə bilərsən o sevdiyini. Ondan daha çox sevdiyinin xətrinə tərk edə bilərsən. O sevdiyindən daha çox başqa bir sevdiyin sənə onu tərk et deyərsə tərk edərsən. İnsan yeməyi, içməyi, şəhvətini sevir. Lakin Rəbbini daha çox sevir deyə Rəbbi ona tərk et dediyi üçün onu tərk edir. Bununla Allah Azza və Cəlləyə yaxınlaşır. Və bu da həqiqətən oruçda olan ən böyük hikmətlərdən biridir. Ən böyük hikmətlərdən biridir. İkincisi, oruçda olan hikmətlərdən ikincisi, oruç təqva sifətini qazanmağa səbəbdir. Necə ki, Allah Teala buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu kutiba aleykumus-siyamu kəmə kutiba aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən öncəkilərə oruç fərz olduğu kimi sizə də fərz olundu ki, bəlkə nədir? Təqvalı olasınız. Allahdan qorxasınız. Və təqva da nədir? Yəni, qul təqva ilə əmr olub. Təqva da nədir? Təqva da Allahın əmrlərini yerinə yetirmək, qadağaları, yasaqları tərk etməndir. Orucda səndən tələb olunan əməl budur. O yüzden de Resulullah sallallahu aleyhi ve sellem hadiste buyuruyor ki men lem yeda kavle zur vel amele bihi vel cehle feleyse lillahi hacetin fi en yeda ta'amahu ve şarabe. Bukhari rivayet eylediği hadiste Resulullah sallallahu aleyhi ve sellem buyuruyor ki eğer kim yalandan şahitlik etmeyi, yalana emel etmeyi, cahilliği terk etmezse, cahilliğe her şey dahildir. Söymək, pis sözler danışma, hamısı dahildir. Bu şeyleri terk etmezse Allah Azza və Cəllənin onun ac və susuz qalmağına ehtiyacı yoxdur. Özünü yormasın. Deməsin, mən orucam. Və hətta bir insan oruç tutarsa, o hər dəfə günaha meyil etmək istədikdə, nəfsi onu günaha tərəf çəkdikdə, xatırladı ki, orucam. Özünün oruc olduğunu xatırlayır və günahdan nədir? İmtina edir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem oruçlu insana nə əmr eləyir? Deyir ki, əgər səni kimsə söyərsə, səninlə vuruşmaq istəyərsə, ona nədir? İnni saim, mən orucam deyir. Xatırla. Həm öz nəfsinə xatırla, həm ona xatırlat ki, sən orucsan. Və bu da, yəni bununla sən bir növ xatırlatmış olursan ki, diqqət çəkmiş olursan ki, oruçlu insan nəinki yemək içməkdən uzaq durur, eyni zamanda söyməkdən, təhqir etməkdən nədir? Uzaq durur. Və eyni zamanda öz nəfsinə də həmin insana xatırladırsan, həm də öz nəfsinə xatırladırsan ki, mənə yaraşmaz ki, bu əməllərə onların etdiyi kimi cavab verəm. Həmçinin qardaşlar, şeyx deyir ki, oruçda olan hikmətlərdən üçüncüsü odur ki, qəlb oruçlu ikən insanın qəlbi boşalır. Fikirləşmək, düşünmək və zikr etmək üçün insanın qəlbi boşalır. Çünki insanın şəhvani şeyləri qəbul etməsi, yəni yemək, içmək kimi şeyləri çox qəbul etməsi insana nə getirir? İnsana qəflət getirir. Eyni zamanda qəlbin sərtləşməsinə səbəb olur. Və haqqı qəbul etməyə qəlb kör olur. O yüzden de Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə baxır nə deyir? Yeməyi, içməyi azalt. Ümumən, Ramazandan başqa vaxtda da yeməyi, içməyi azaltmağı tövsiyə edir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Adəm övladının ən şərli doldurduğu qab öz qarnıdır deyir. Qarnı kimi deyir, doldurduğu ikinci şərli bir qab yoxdur. Və Adəm övladına deyir ki, bir neçə bədəninin
yəni ayaqda durması üçün bir neçə loğma alması yetərlidir deyir. Əgər yox buna da səbr edə bilməzsə deyir, o zaman qarnının deyir 1/3-ni yeməklə, 1/3-ni içməklə, 1/3-ni hava ilə doldursun. Yəni boş saxlasın. Biz isə nə edirik? Orada 1/3, son 1/3-ə yer saxlamağı unuduruq. Yeməyi gördükdə artıq nədir? İnsan unudur. İstər bu təkcə Ramazana aid deyil, hər bir hala aiddir. Və bu hədis, baxın, Əbu Süleyman Darani rahimehullah sələf imamlarından görün nə deyir qardaşlar. Deyir ki, nəfs acarsa və susuz olarsa, o zaman qəlb saflaşar və qəlb yumşalar və nə zaman qəlb insanın nəfsi doyarsa, qarnı doyarsa, o zaman neylər? Onun qəlbi kör olmağa başlayar. Bu da oruçda olan hikmətlərdəndir. Oruçda içər insanın qəlbi yumşalır və insanın Allah Azze ve Celle daha çox zikr etmək istəyir. Və oruçda olan hikmətlərdən şeyx buyurur ki, dördüncüsü odur ki, varlı insanlar Allahın onlara verdiyi neymətləri xatırlayır. Subhanallah. Deyir ki, bax, Allah Azze ve Celle normalda neymətlər içərisində olan, var dövlət içərisində olan, bütün günü yeyən, içən insan bu neyməti düşünmür, yadına belə düşmür. Amma oruçlu ikən, kasıblarla bərabər səhərdən axşama ac qalanda xatırlayır ki, insanlar var imiş. Bu şəkildə yaşayan insanlar var, ac insanlar var. O yeməyi, içməyi, şəhvətini tərk edir. Və bilir ki, bunun bir aylıq günün müəyyən saatlarında tərk etdiyi bu neymətləri ömür boyu görməyən insanlar var. Və bu da buna görə Allah Azze ve Celle həmd edir, şükür edir. Eyni zamanda ac qardaşlarını, kasıb qardaşlarını xatırlayır. Və bu da onun sədəqə verməyə rəğbətləndirir. Ona görə baxırsan Ramazanda, hər kəs Ramazanda sədəqə vermək istəyir. Ramazandan başqa vaxtlara nisbətdə Ramazanda sədəqə verənlər və yaxud Ramazanda zəkatını çıxardanlar başqa vaxtlara nisbətdə daha çox olur. Niyə görə? İstəyir ki, müsəlman qardaşlarının ehtiyacını ödəsin. Çünki onların halını artıq yaşayır. Real olaraq yaşadığı üçün, onların halını yaşadığı üçün neyinir? Əl açılığı artır. Bu barədə hədisdə gəlir ki, Rasulullah sallallahu aleyhi və səlləm insanların ən cömərdi idi, ən əl açığı idi. Ramazanda onun cömərtliyi daha da artardı. Xüsusən də Cəbrail aleyhissalam onun yanına gəlib, onunla bir Quranı ona ərz etdiyi zaman Rasulullah sallallahu aleyhi və səlləmin cömərtliyi daha da artardı. Və şeyx rahimehullah buyurur ki, oruçda olan hikmətlərdən biri də insanın öz nəfsinə qalib gəlməsi, nəfsini boğmağa qadir olması. Bu şəkildə öz nəfsini tərbiyələndirməsidir. Yəni, nəfsinə sahib ola bilirsən. Sən nəfsinə sahib ola bilirsən. Baxın, yəni adam var deyib, mən qardaş özümlə bacarmıram. Normalda sən deyirsən ki, tərk elə, biraz yeməyə deyib, bacar. Amma Ramazanda baxırsan, bacarır. Bir ay sən bacardınsa, deməli, bacara bilərsən. Və yaxud bəzi məsələn deyək ki, sigaret kimi haram bir şeyi sən oruç vaxtı tərk edə bilirsənsə, səhərdən axşama deməli, sən tərk etməyə qadirsən. Nədir bu səni bu şəkildə nəfsinə sahib olmaq üzrə səni tərbiyələndirir oruç. Və insan öz nəfsinə sahib olur. Və oruçda olan hikmətlərdən altıncısı şeyx buyurur ki, insanın nəfsini sındırması, nəfsini kibirdən, təkəbbürlükdən, özündən razı olmaqdan nə deyir? Sındırır. Və onu haqqa boyun əydirir. Nəfsi haqqa boyun əydirir. Və insanlar qarşısında yumşaldır. Çünki insanın toxluq, insanın ehtiyacını istər yeməklə, içməklə, istər şəhvətlə ödəməsi deyir. Neyinir? Bunların hər biri insanı şərrə tərəf aparan addımlar ola bilir. Özünü yuxarı tutmağa, təkəbbürlüyə, insanlara qarşı və haqqa qarşı təkəbbürlüyə aparan səbəblər ola bilər. Belə ki, nəfs deyir, bir şeyə ehtiyacı olarsa, o ehtiyacınla fikrini o ehtiyacın üzərində qurur ki, bədənimin bu ehtiyaclarını ödəyim. Nə zaman ki, o ehtiyacları əldə edir, ondan sonra artıq nəfsi elə bilir ki, o zəfər çaldı, qələbə çaldı. İstədiyini əldə etdi və bu qələbə sevincini yaşayıb, bu sevinç də bəzən onu həlakə doğru apara bilir. Və onun həlakına səbəb ola bilir.
Amma oruçda isə bu oruç tutmaq, yəni ac qalmağın, susuz qalmağın, o şəhvani ehtiyaclardan uzaq durmağın səndə bu sifəti qazanmağa qoymur. Səni təkəbbürlükdən, özündən razılıqdan neyinir? Mane olur. Həmçinin şeyx deyir ki, oruçda olan hikmətlərdən biri də odur ki, hansı ki, bu da tiblə də sabitdir. Rasulullah s.ə.v bunu sübut edib ki, hədislərdə bəyan edib ki, oruç tutduqda insanın qan damarları daralır. Yəni, aclıq səbəbilə və susuzluq səbəbilə insanın qan damarları daralır. Və biz də bilirik ki, hədisdəki şeytan insanın qan damarına belə hərəkət edir. Və o da onun şeytana bu yolları daraltdığı üçün bədəndə və şeytan Adəm övladının bədənində də zəifləyir. Ona görə də ona bacardığı qədər vəsvəsə verə bilmir. Onu başqa haramlara, şəhvani istəklərə sala bilmir. O yüzden Rasulullah s.ə.v baxın hədisdə nə deyir? Ya məşərəş şəbəb, mən istata'a minkum əl-bəətə fəlyətəzəvvəc. Ey gənclər toplumu, sizdən gücü yetən evlənsin. Çünki deyir, o gözün qorunması üçün və insanın övrətinin haramdan qorunması üçün ən gözəl vasitədir. Və mən ləm yəstati' fəaleyhi bis-savm. Kim ki evlənməyə kimin ki gücü yetmirsə, Rasulullah s.ə.v nə deyir? O deyir, oruç tutsun və innəhu lehu vicə. Çünki onun üçün bir qalxandır, qoruyucudur. Qalxan bilirsiniz. Qalxan səni qoruyur. Oruç, Rasulullah s.ə.v orucu bir qalxan adlandırdı. Çünki şəhvətdən, yəni evlənmə şəhvətindən insanı nədir? Oruç qoruyur, bədən zəifləyir, insan o haqda düşünmür. Və oruçda olan hikmətlərdən biri də necə ki, sağlıq tərəfdən olan faydalarıdır. Hansı ki, insan yeməyi azaltmaqla o faydaları əldə edir və eyni zamanda mədənin rahatlanması, yəni insanın mədə orqanı rahatlayır, müəyyən saatlarda rahatlayır, boş olur və bədəndə olan artıq, əgər insan yeməyə, içməyə ara verərsə, bədəndə olan artıq zərərli maddələrin kənara çıxmasına nədir? Artıq onun vaxtı olur. Və bu da insanın sağlığı üçün həqiqətən çox önəmlidir. Və baxın, Allah Azə və Cəllənin nə qədər hikmətləri var təkcə bir dənə oruçda. Və bu, hələ bizə bəlli olan bəzi hikmətlərdir. Yəni, bizim bilmədiyimiz nə qədər yüzlərlə hikmətlər var ki, Allah Azə və Cəllə onu öz dərgahında saxlayıb. Oruçda bizim bilmədiyimiz nə qədər hikmətlər var. Allahdan istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin, bizi sözlərimizdə, əməllərimizdə ixlaslı qullarına eləsin. Allah Azə və Cəllə tutduğumuz oruçları, qıldığımız namazları qəbul olan ibadətlərdən eləsin. Subhanəkallahumma bihamdik, əşhədu an la ilaha illə ente, estəğfiruka və etûbü ileyk.